bəli, biz 5-1-də də qeyd etmişdim ki, Qarabağ yaxşı oynadı, yox. Məncə Neftçi çox bərbad oynamışdı həmin oyunda və 3 gün ərzində Yuri Verinduk müəyyən düzəlişlərini eləyə bildi. Qarabağla bağlı qısaca deyəcəklərim nədir, Ahmet? Sanki Qarabağ indi o Avrokuboklardakı yükü çiyinlərindən atır. Sabah 10 nəfər qalanda belə komanda təslim olmadı. Meydandakı o alışdığımız Qarabağ ruhunu görə bildik. 5-1 Neftçini məğlub etdi. Son oyunda 2-1 məğlub oldu. Amma kifayət qədər yaxşı futbol oynadı. 0-1-dən sonra bərabərlik qolunu vurdu. Bir neçə şansı var idi. Hətta səhv etmirəmsə 0-1-də Duranın bir fantastik zərbəsini elə eyni gözəlliklə Emil Balayev dəf etdi. Həmin oyunda da yaxşı oynadı və bu günlər Turanla oyunda da biz Qarabağı gördük ki, o alışdığımız Qarabağ sanki meydandaydı və hansı şərtlər altında, bayaq qeyd etdim, komandanın demək olar ki 50% meydanda yox idi. Nə bilim, Montiyesiz, Kadiborgesiz, Camilo Duransız, Elvinsiz, Bəhlulsuz Qarabağ bu günlər biz gördük ki, Turan Tovuz demək olar ideala yaxın heyətə çıxmışdı. Komanda sanki struktur var komandada. Həm struktur var, həm də o Çempionlar Liqası havasından tədricən uzaqlaşır Ahmet. Həm gücü olaraq itirmişdi, həm də futbolçular psixoloji olaraq bura köklənə bilmirdilər. Mən hər zaman deyirəm, biz özümüz ezamiyyətə gedəndə klublarla, milli komandanın ölkə xaricinə, ən son, məsələn, milli komandayla bir həftə Fransa-Polşa səfərimiz oldu da, qayıdıb gələndə bura adaptasiya olmaq üçün, əmin ol ki, ən azı 2-3 gün lazım orada Avropa mühitindən çıxıb, yəni öz mentalımızda uyğunlaşmaq baxımına. Nəzərə alaq ki, futbolçular da yarım ildən artıq Çempionlar Liqasında oldular, Enfield Road'u gördülər, Liverpool kimi, Newcastle kimi rəqibləri gördülər, dünya ulduzlarını gördülər. İstər-istəməz, düşün ki, Enfield Road'dan qayıdıb gəlirsən Karvan Yevlaxda, Yevlax şəhər stadionunda meydana çıxırsan, arada ciddi uçurum var. Ciddi uçurum var, psixoloji baxımdan köklənmə çətin olur. Yəni bu reallıqdır, özün də futbolçu olmusan. Yəni bu açıq reallıqdır ki, baş məşqçi üçün də çətindir futbolçuları kökləmək. Neftçi ilə oyundan sonra Qurban Qurbanovun da açıqlamalarından hiss etdiyim nə oldu? Qurban Qurbanov da problemlərin nə olduğunu bilir və rahatdır. Rahatdır niyə? Dedi, daxildə hansı problemlərin olduğunu mən yaxşı bilirəm. İntizamla bağlı müəyyən problemlər var Qarabağda. Elvin Cəfərquliyev, Abbas Hüseynovla bağlı yaşananlar məlum məsələdir. Maya artıq komandadan göndərildi, Sami Maya. Və digər tərəfdən Marko Yankoviç qalmaqalı yaşandı. Futbolçu ayrılmaq istəyirdi qış fasiləsində. Yaxşı gələn təkliflər futbolçuları bir qədər fikirlərini dağıtdı meydandan kənar məsələlərə. Dediyimiz o həmin Çempionlar Liqası. Yəni bütün bu detalları bəzən təəssüf ki, biz verilişlərdə də, digər platformada olan verilişlərdə də sanki bu məqamları görməzdən gəlməyə çalışırlar. Daha çox qabardılır liqanın səviyyəsi, reglamentin dəyişməsi limiti ilə bağlı. Bu daha çox qabardılır. Mənə görə əslə o da səbəblərdən biridir. Amma daha çox saydığım səbəblərdir Qarabağın bugünkü çətinlik yaşamasının kökündə dayanan. Düşün, ötən mövsüm 10 komandaydı. Bu mövsüm 12 komanda. Ötən mövsüm Qarabağ Avrokuboklarda çıxış eləyə-eləyə gedib Yevlax şəhər stadionunda oynamırdı sünni örtükdə, uzaq məsafədə. Gedib Quba Olimpiya kompleksinin stadionunda oynamırdı. O bərbad örtükdə, uzaq məsafədə. Klubların əksəriyyəti Bakıdaydı. Yəni Suraxanadan çıxıb gəlib Bayılda oynayıb qayıdıb gedirdi. Bunlar hamısı kompleks şəkildə xırda detallar da yığılır bir yerə və böyük problemə səbəb olur. Biz 12 komandalı çempionatla ən başlıca bundan 10 komandalı çempionatda sən necə müqayisə eləyə bilib deyə bilərsən ki, limitə görə səviyyə qalxdı. Bəli, limitə görə hansısa formada deyə bilərsən, amma burada birinci prioritet klub sayının artırılmasıdır. Avtomatik coğrafiya böyüyüb, futbolçu kontingenti artıb, müxtəlif futbolçular gəlir. Hər il komandalar bir-biriyle 4 dəfə qarşılaşır. İndi artıq 4 dəfə yox, 3 dəfə qarşılaşır. Bunlar hamısı səbəblərdir.